Azad. Bu da burada, kardeşimiz de buradadır. Pişirməyərim. Bir dənə ev çıxarmışam satışa. Dəhşət. Qiymət uçur. Qiymət havada uçur. Yəni heç nə şeydir. Magistral trasdan Maşdağı Zabrat yolundan 100 metr məsafədə. 2 sotun içindədir. 2 sotdan biraz çoxdur. Evimiz böyük evdir. Yəni 2 mərtəbə, monolit, mərtəbələrarası monolit. Elə bir qiymət deyilir ki bu evə. İzləyən izləyicilərimiz var ha. Şoka düşəcəklər ki, bu qiymətə paket kupçalı, həm evin, həm torpağın kupçası ilə magistral yoldan 100 metr məsafədə, gözəl məhəllədə gördüyün elə bir rayondur. Söhbətgahlı, evimizin içi isti döşəməli, qardaşım. Bir dənə qiymət deyilir, bir dənə qiymət deyilir. Bura kombin yeridir. Göstərəcək gündə hamısını. Bir dənə qiymət deyilir, qardaşım. Nə bilim valla. Həqiqətən çox münasib qiymət. Bax, dəhlizimiz. Birinci mərtəbə ümumi stipol, qardaşım. Sağ tərəfdə qonaq otağımız. Çək. Gör, bu genişlikdə qonaq otağı ilə bu qiymətə ev varsa, inanırsan bu dəqiqə, bu dəqiqənin özündə. Kürsülü evləri bu qiymətə deyirlər. Kürsülü evləri bu qiymətə deyirlər. Bu 2 mərtəbədir. Bax, mətbəximizin genişliyinə bax. Bizimlə əlaqə saxlayan müştərilər var. Deyirlər ki, mətbəxi geniş olsun, qonaq otağı geniş olsun. Ümumi istifolda. Ümumi istifolda, bəli. İndi hamam otağına keçin. Burada hamam otağımızdır. Burada istifoldur. Asma tavanla falan filan. İsti döşəmənin kollektor sistemini çək, qardaşım. Burada yığılacaq, karafası yığılacaq. Çıx yuxarı. Monoliti göstər. Monoliti göstər. Haydi. Monolit ya. Atma da öyrə, monolitdir, mərtəbələr arası, qalx. Mərtəbələr arası monolitdir. Burada istifol. Burada da bir sanırım. Gəl. 2 dənə hamam otağı var. Evin 1-ci və 2-ci mərtəbəsi ümumi istifol. Dəhlizinə bax. Burada bir yataq otağımız. Yox, istifol üzürlü sayına, otaqlarımız, yataq otaqlarımız, radiatorla. Amma koridor istifol deyirsən, yox, burada radiator. 2-ci mərtəbə radiator sistemidir. 1-ci mərtəbə ümumi istifol. Bəli. Yataq otaqlarımız genişdir. Həqiqətən, azadsan özün bir dənə deyilən. Var bu qiymətə, bu ölçüdə. Bura qardirobumuzdur. Özdə ki, evimizin tornikatı, daş yunu da var orada. Pol taxtası. Bəli, pol taxtası. Necəklə dörd, diklə, miklə dörd. Pol taxtasında daş yununa kimi var. İzolyasiyasında da söhbət yoxdur, qardaş. Mərtəbələr arası monolit. İndi qiymətli deyim, şoka düşsünlər. Start qiymətimiz nə 200 mindir, nə 180 mindir, nə 150 mindir. Cəmi 125 min manatdır. İndi özünüz fikirləşin. O qiymətə 125 min manata bu evi alıb, bu evi torpağı alıb, bu evi inşa eləmək olar. Əlbəttə ki, yox. Monolitlə falan filan. Qardaşım, hələ endirim də olmayacaq. My House-un izləyicilər var ha. Səhifədəki nömrə ilə əlaqə saxlasınlar. Götürək, göstərək. Allah arzusunda olanlara qismət etsin inşallah. Hələ endirim də olmayacaq. Sənədimiz də həm evə, həm torpağı kupçadır, paket kupçadır. Kommunallar da quraşdırır. Kommunallar da ki, daimi. Sayğaclarımız da yerindədir. Bütün kommunallarımız da daimidir, qardaşım. Real alıcıya endirim də olmayacaq. Maşdağı Zabrat magistralından 100 metr məsafədə. Sağ olun bugün də bu qədər. Tələsin almağa, məndən demək.